Ermənistan hökumətinin sülh və sabitlik yolunda yeni addımları müşahidə olunur. Belə ki, separatçıların İrəvandakı ofisinin bağlanması gözlənilir. Revanşist qüvvələr isə hüquqi məsuliyyətə cəlb olunurlar. Separatçı rejimin sonuncu rəhbəri Samvel Şahramanyanın isə həbs olunacağına dair məlumatlar yayılıb. Bu addım həm də ölkənin daxili sabitliyinin qorunmasına yönəlik məqsəd yönlü addım kimi dəyərləndirilir. Qondarma qurum üzvlərinə qarşı mübarizə davam edir. Ermənistan mətbuatında yer alan məlumata görə ləğv edilən separatçı rejimin sonuncu rəhbəri Samvel Şahramanyan həbs olunacaq. Xəbərə görə Şahramanyan bugün növbəti dəfə Ermənistan İstintaq Komitəsində dindirilib. Onun 44 günlük vətən müharibəsi ilə əlaqədar açılmış cinayət işi üzrə danışdırıldığı bildirilib. Separatçı rejimin dırnaqarası rəhbəri sözügedən iş üzrə indiyədək 12 dəfə dindirilsə də, bu dəfə istintaqın yeni mərhələyə keçdiyi vurğulanır. Bundan əlavə istintaq orqanlarının onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə rəsmi vəsatət təqdim edəcəyi də bildirilir. Bu fakt istintaqın ona qarşı irəli sürdüyü şübhələrin ciddiliyindən xəbər verir. Məlumata görə separatçıların İrəvandakı ofisinin də yaxın vaxtlarda bağlanacağı gözlənilir. Son dövrlərdə Ermənistanda revanşist qüvvələrin, o cümlədən radikal mövqeləri ilə seçilən kilsə nümayəndələrinin saxlanması müşahidə olunur. Bu addımlar revanşist dairələrin hüquqi məsuliyyətə cəlb edilməsi ilə neytrallaşdırılır göstərir. Sözügedən proses İrəvan hökumətinin sülh gündəliyi çərçivəsində atdığı məqsəd yönlü addımlar kimi qiymətləndirilir. Hələ də İrəvanda separatçıların ofisinin qalması zaman-zaman separatçılara iradə ifadə etmək imkanlarının tanınması əlbəttə ki, narahatlıq ifadə edir və Ermənistan hakimiyyəti də artıq tədricən bu reallığı başa düşməkdədir. Separatçılar artıq kilsə ilə birləşərək Ermənistan hakimiyyətinin özü üçün problemə, həmçinin Ermənistan hakimiyyəti üzərində ayrı-ayrı qüvvələrin təzyiq bıçağına çevrilməkdədir və bu mənada artıq hökumətin sərt ritorikası bütövlükdə həm bölgədə sülhə və dayanıqlı əməkdaşlıq perspektivlərinə öz müsbət təsirini göstərəcək, həm də Ermənistanın özündə, xüsusən seçki ilində Paşinyanın mövqelərinin daha da möhkəmlənməsinə gətirib çıxaracaq. Bir sözlə, regionda sabitliyə və normallaşma prosesinə mane olan qüvvələrin neytrallaşdırılması regional sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə də xidmət eləyir. Həmçinin bu addımın ölkənin daxili sabitliyinin qorunmasına da müsbət təsir edəcəyi gözlənilir.